kartoşkanı yapışdırmayan, nə bilim o ciyəri, canım sisətsin, bütün yeməkləri yapışdırmayan qara tava deyildi. Dədəbba tavası. Buna bax, embleması yerdə. Çuğun, ağır, qalın, həmən o dədəbaba qara tavaları. Bilirəm ki, bunu hamınız axtarırdınız. Bunların satışı bizdədir, dəyərli müştərilərimiz. Ölçülərinə görə dəyişir. Bura maşallah yadınızda video çəkmişdim, məndən hündür idi. Bax, qalan ölçülər buralardır. Bu reklamdan sonra da bunlar konkret tutaracaq. Ona görə də tələsin, ya mağazaya gəlin, ya da onlayn sifarişlərimizdən verin. Valla bu həqiqətən də elə belə mal deyil. Əlavə çuğun saclarımız var. Baba, biz dəmir satmırıq, qardaş. Dəmir tikintidə istifadə olunur. O ayaq altında qalır, içinə də vırırlar, salyarkadan satırlar. Biz elə məhsullar satmırıq. Və arxasında qəşəng yuxalı, fətri və lavaşı pişir. İçində də qəşəng saz yeməkləri pişir. Saclarımız ölçülərinə görə var. Əlavə tavalarımız var. Sonra çək buranı. Bax, belə tavalarımız da var. Belə tavamız da var. Bu tavamız da ki, qulpatla bağlanan tavadır. İstəyirsən ocaqda, istəyirsən, nə bilim, tufofqada, istəyirsən qazın üstündə pişir. Hamısı var. Qazanlarımız da var. Prosta say azdır. Toptancıyıq, amma say azdır. Həm topdan, həm parakende satışlarımız var. Kimi özünə istəyirsə bunu topdan satış mağazalarında eləməyi, marketlər, mağazalarda bizə müraciət edə bilər. Toptancıyıq, minimum qiymətlə də əldə edə bilərsiniz. Təşəkkürlər.